Tez-tez askırmaq, Allerjik rinit, üzdə və yanaqlarda ağrı, qaymorit, burun axması, allerjik rinit burun tutulması, hər ikisində də olur. burun qaşınması, Allerjik rinit, sarı-yaşıl burun axıntısı, qaymorit, göz sulanması, allerjik rinit, qoxu hissinin zəifləməsi, qaymorit. Bu saydığım əlamətlər allerjik rinitin və qaymoritin, yəni haymoritin əlamətləridir. Əgər bu əlamətlər sizdə varsa, adi burun açıcı spreylərdən istifadə eləyib özünüzü aldatmayın. Çünki sizin istifadə etdiyiniz əksər spreylər bu əlamətləri sadəcə bir neçə saatlıq qarşısını alır. Bu xəstəliklərin müalicəsinə yönəlmir. İndi sizə bir əczaçı kimi sinisol ektoin və sinisol majorin spreylərdən danışacağam. Çünki məhz sinisol majorin spreyi qaymorit zamanı sadəcə gün ərzində 2-3 dəfə hər burun boşluğuna püskürtməyiniz kifayətdir ki, tərkibindəki asetilsistein sinus və haymor boşluqlarda olan iltihabı parçalayıb təmizləsin. Allerjik rinit zamanı isə sinisol ektoin spreyi gün ərzində 2-3 dəfə burun boşluğuna püskürtməyiniz kifayətdir ki, tərkibindəki natriy xlor burnu dərinləməsinə təmizləsin və nəmləndirsin. Tərkibindəki ektoin isə burunun seleklik şahısının üstündə görünməyən qoruyucu təbəqə yaradaraq allergenlərin seleklik şahıya düşməsinin qarşısını alsın. Ölkənin bütün apteklərində hər iki sprey əl çatandır. Olmasa əczaçılarınızdan xahiş edin, sifariş edib gətirsinlər. Bu cür faydalı videoların davamı üçün takip et, videonu hər kəslə paylaş və məni mütləq bəyən.